Göz almamızın ağını düşünün. Onun üzərini örtən soğan zarı kimi bir pərdə var və həmin pərdənin iltihabına konjüktivit deyirik. Konjüktivitlərin səbəbləri müxtəlif ola bilər. Mövsümi, yəni ki, allergik konjüktivitlər və ya hər zaman dəbdə olan bakterial və ondan da dəbdə olan viral konjüktivitlər. Yəni tutaq ki, biz xəstələnirik, boğazımız tutulur, burnumuz tutulur. Eyni zamanda bir müddət sonra görürük ki, gözümüzə də vurur. Niyə? Çünki göz yaşı kanalı buruna açılır. Burundan geriyə gözə də vura bilir bu problem. Konjüktivitlərin müalicəsində öncəliklə biz səbəbə uyğun olaraq bu konjüktiviti müalicə edirik. Klinik əlamətlərdə əgər virus qaynaqlı konjüktivitləri düşünürüksə, burada antibiotik təyin eləməyin adətən məqsədi ikincili infeksiya düşməsin deyə biz onu təyin edirik. Amma demək olar ki, allergik konjüktivit xaric mütləq bir antibiotik təyini olması lazım damcı şəklində. Bəzən konjüktivitlər çox daha ağır formda olur və ona uyğun olaraq artıq həkiminiz xüsusi damcılar bəzən hazırlatdıraraq o konjüktivitin müalicəsinə kömək etməyə çalışır. Budur ki, əgər gözünüzdə qızartı, axıntı, çirklənmə varsa, mütləq şəkildə bir göz həkiminə müraciət edin.